Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizi elə bir evlə tanış eləməyə gəlmişəm ki, mənim səhifəmi izləyən dəyərli izləyicilərim bilir ki, hər zaman dəyərindən aşağı qiymətə və yaxud dəyər qiymətinə satışa çıxan həyət evlərini təqdim eləmişəm. Baha deyilən evləri, dəyərindən baha deyilən evləri mən satışa götürmürəm. Özümə nə layiq bilirəmsə, əziz izləyicilərimə də həmən evi məsləhət bilib təqdim edirəm. Bu gördüyünüz ev isə əmin olun ki, dəyərindən çox aşağı qiymətlə satışa çıxıb. Bu qiymətə bu ərazidə mən belə bir ev görməmişəm. 10 sotun içində 4 otaq, üstəlik də ev əşyaları ilə birlikdə satışa çıxıb. Yavaş-yavaş keçək evin içi ilə sizi tanış eləyim. Arxa tərəfindən bağ hissəsindən sizə çəkilişə başladım ki, evin həyət yanı sahəsini ətraflı görə biləsiniz. Evimizin yerləşmə yerinə keçək. Ramana Savxozda, dispetçerin yaxınlığında, hər bir tərəfi yaşayış olan yerdə. Çox gözəl bir məhəllədə. Ümumilikdə 10 sot torpaq sahəsindədir. Yerdən də ən azı 5-6 daş kürsüdə tikilib. Tamamilə şəxsi tikili. Köhnə tikili, yəni uzun müddətdir ki, bu ev tikilib və uzun müddətdir ki, bu evdə yaşayış var. Sadəcə pula ehtiyacı olduğuna görə çox təcili satılır, əşyaları ilə birlikdə verilir. Evin bir də belə ətraf hissəsini sizə göstərmək istəyirəm. Evin hər tərəfi evlərdir. Yəni burada su, göl, heç bir şey yoxdur. Həyətində yerləşir bir böyük kladovkası, əldamı yəni. Bir də böyük maşın qarajı var ki, maşın qarajına çöl tərəfdən addenli giriş var. Həyətindən də yenə də qaraja keçid etmək olur. Bura bizim qaraj hissəmiz, qapısını da göstərəcəm sizə. Qazı, suyu, işığı, daimi, fasiləsiz sayğaçlarının da hamısı var. Sənəd də bir daha qeyd edirəm ki, sərəncamdır. İcranın sərəncamı kupçaya gedən sənəddir. Evimizin həyətində yerləşir əlavə kiçik bir yay mətbəxi. O gördüyünüz qapı hamam sanitar qovşaqdır. Evin içində addenli var, həyətdə addenli var. Və dəyərli izləyicilərim, evin heç bir zabora bitişi yoxdur. Öz zaboruna belə bitişi yoxdur. Hər tərəfindən məsafəsi saxlanılaraq tikilib. Evin qiyməti cəmi 85 min manatdan satışa çıxıb. İnşallah ki, real alıcılarımız olarsa, evin qiymətində yenə də endirim olunacaq evin sahibi tərəfindən. Keçək evimizin içinə. Üzr istəyirəm, bura evin qonaq otağıdır. Qonaq otağı və yaxud dəhliz kimi qeyd edə bilərik. Qonaq otağı kimi hazırda burada istifadə olunur. Girəcəklə bir yerdə hesablasaq 4 dənə otaqdır. Beton, kəmər, hamısı qaydasında. Hər bir divarı qoşadaşdan tikilib. Və üstəlik də ki, ara divarlar var ki, ara kəsmələr deyirik biz. Onlar da hamısı qoşadaşdır. Əşyalar qalır. Bir daha qeyd edirəm ki, videoda gördüyünüz əşyalar satış zamanı evin içində qalacaq. Sonda qısa bir məlumatı bir daha xatırladım sizə. 10 sot Ramana Savxozda dispetçerin yaxınlığı, hər tərəfi yaşayış olan yerdə 10 sotun içində 4 otaqlı ev, şəxsi tikili, əşyaları ilə birlikdə sənəd, sərəncam, qiymət də 85 min manat. Evlə bağlı əlavə nə sualınız olsa, buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.